neçənci ildir? 2021 şans imtahanı Azərbaycan dilindən qəbul sualları 3-cü qrup. Aha. Sərti Firudinlə görüşəndə abzasdan verilirsə nə demişik? Qoşa nöqtə qoyuruq, düzdür? Qoşa nöqtəmizi qoyuruq. Abzas nə ilə başlayır? Tre ilə başlayır. Oğlan, bir nəfər ədəbiyyatdan hazırlaya bilərsənmi? Oğlan nədir? Müraciət bildirir. Bir nəfəri hazırlaya bilərsənmi? Vergül, üzr istəyirəm, vergül yox, sual, tre, dedi. Sadəcə olaraq burada bir məsələ var ki, dedi böyük hərflə yazılmalıdır. İndi çapda səhv edib. Dedi. Bu köçürmədi. Sərti Firudi ilə görüşəndə qoşa nöqtəmi qoydum. O abzası başladığıma görə nə qoyacağam? Tre. Oğlan xitab olduğuna görə nə qoyacağam? Vergül. Bir nəfəri hazırlaya bilərsənmi? Sual, tre, dedi. Deməli, qoşa nöqtə 2 dənə tre. Dedinin həmişə nə demişəm? Əvvəlində də vergül tre, sonunda da vergül tre. Bu cümlə ondan bitib deyə sonunda yox. Həm də sual cümləsi olduğuna görə burada vergül tre yox, sual tre qoyduk. Başa düşdünüz? Sual olanlar bundan bağlı. Sonra 9. 9'a qədər varmı? 8 var məndə. 8. Neçə? Əsgərlərimizin döyüşkənliyi birləşməsinin əsas tərəfi ilə bağlı səhvlər. Əsas tərəf neçənci tərəfdir? Birinci. Əsas ikinci. Şapalaq gəldi qulağın dilinə. Əsgərlərimizin döyüşkənliyi. Baxın, döyməkdən, döyüşmək, döyüşkən, döyüşkənlik, döyüşkənliyi. Deməli belə olacaq da kök, 3 leksik, bir dənə də qrammatik. Düzdür? İndi baxın. Döyüş, döyüşkən, döyüşkənlik. A variantı avtomatik, yəni bir səhv getdi, 3 dənə leksik olmalıdır. Düzdür? Səhvləri istəyir bizdən. Bunu da dairəyə alırıq. Düzdür? Bir səhvli götürəcəksən elə onu. Təhsili hansı şəkil üçün qəbul etmişdir? Baxın, əsgərlərimizin döyüşkənliyi, məsələn, göz qabağındadır. Göz qabağındadır nə? Döyüşkənliyi. O, göz qabağındadır. O qoya bilirəmsə, deməli o söz hansı haldadır? Adlı haldadır. Adlı haldadırsa deməli o nə olacaq? Mənsubiyyət şəkilçisi olacaq, təhsili hal olmayacaq. Başa düşdünüz səbəbini? 2 də səhvdir. Mənsubiyyət şəkilçisi işlənmişdir, bu düzdür, döyüşkənliyi. Əsgərlərimizə bir Sevilin döyüşkənliyi, gəlik mənsubiyyət. Bir dəqiqə. Döyüşkənlik sözün bir təhlil elə. Döyüş, döyüşkən, döyüşkənlik. 3 dənə leksik. Lik orada leksikdir. İsmi. Yox, bir dəqiqə. Onda qalmış. Mən həmişə bilirəm, yoxdur. Heç bir şeydə yoxdur. Adı olmalıdır. Yox, ümumiyyətlə qrammatik şəkildə adı olmalıdır. Ya bu hal şəkilçisi olmalıdır, ya mənsubiyyət şəkilçisi olmalıdır, ya feildə nəsə bir şəkilçisi olmalıdır. Bu tembolü isimdir. İsimdə nə var? Hal, cər, mənsubiyyət, heç biri yox. Mənsubiyyət şəkilçisidir, bəli. Onun döyüşkənliyi sifətdən düzəlmişdir. Baxaq, döyüşkənlik sözü hansı sözlə yaranır? Döyüşkən. Döyüşkən nədir sifət? Nə demişəm? Kökə baxmırsan. Bir əvvəlki şəkilçiyə baxırsan. Döyüşkənlik yaranır döyüşkəndən. Sifətdən düzəlir, bu doğrudur. 4-dür. Hə, bir dəqiqə. 3 doğrudur, 4 doğrudur. Sözün kökü feildir. Baxın, siz deyəcəksiniz ki, ay müəllim, hə, sözün kökü feildir, bu düzdür. Döymək feil. Doğrudur. Sizi burada çaşdırmayıb da, mən olsaydım bir dənə şeydən çaşdırardım sizi. İndi deyəcəm mən. Cavab olacaq 1-2. Variantlar varmı? Bəli, variantlar da var, A variantı. Sizi nə ilə çaşdırmayıb? Mən olsaydım bu döyüşkən sözü ilə çaşdırardım. Baxın. Döyüşkən sözü nədir? Hansı nitq hissəsindən yaranır? Deyin görün. Döyüş. Döyüşdən yaranır. Döyüş. İndi döyüş isimdir yoxsa feil? Gəliş. Gəliş. Gediş. Yox, siz onda döymə yerləşdirirsiniz. Gəliş sözü necə isimdir ki, gəl feildir orada. Biz döyüşkən sözü nədən yaranıb? Onu müəyyənləşdirməliyik. Döyüş sözü isimdir, feildir, onu soruşuram sizdən. Sıxda zatda necə tapırdınız? Hə, okey. Neyinirsiniz? Başqa bir söz var. Hansı şəkilçini? Necə? Kənli. Hə, bir dəqiqə. Axıncı şəkilçini atırmırsınız. Baş verdi sən sualını. Ay balam, döyüşkən sözü necə təhlil olunur? Döyüş, döyüşkən. Düzdür? Mən sizə sual verirəm. Döyüşkən sözü nədən yaranır? Sən əgər ışı gedib artırsan, onda sən döyü tapacaqsan. Məsələn, gəliş, gəl feilindən yaranır. Deməli, döyüş, döy feilindən yaranır. Bunu bilirik də zaten. Döy ancaq feildir, döy Sürüşkən. Necə? Sürüşkən. Deməli, kən nəyə artırılır? Sürüşmək. Feyla. Deməli, bu döyüş burada nədir? Döyüş ismi deyil. İndi yaxşı. Döyüşçü. Yazıcı İsmi. Deməli, döyüş ismi. Bildiniz fərqi? Başa düşdünüz? Bu döyüş sözünə çox çaşdırırlar.
son şəkilçini, döyüşdən sonra gələn şəkilçini, yəni daha son deyəndə döyüşdən sonra hansı ki amonimli hissəsi var, ondan sonra gələn şəkilçiyə baxırsan. Sıxlıqda nəyə baxırdıq? Sıx sözün kökü lığa baxırıq da. Məsələn, çıda nəyə baxırıq? Qır sözün kökü çıya baxırıq da. Burada da döyüş, mənə amonimli hissəsi baba buradadır döyüşdə. Döyüş feili də var, döyüşmək feili də var, döyüş ismi də var, düzdür? Onda sən bu şəkilçini götürüb başqa sözə ayrılırsan, tapırsan. Bildin? Hələ sizə bunu verməmişdi, Allah'a şükür edin. Mən olsaydım onu da verərdim. Dimdən yedi. Yoxsa. Nə? Nə? Dimdən yedi çağırır. Hə, buyurun. 9. Hansısa sözlərin yeri dəyişdirilirsə, cədvəldəki uyğunsuzluq aradan qalxar. O kim tələffüz olunur, a kim tələffüz olunur. Bax, funksional, düzdür? Bu doğrudur. Bu niyə dəyişim ki? Trayektoriya olmur axı, trayektoriya olur. Bax, trayektoriya olur, trayektoriya. Bir də yazışını istəyir, tələffüzünü istəyir. Ay, yox, yazışını istəyir, üzr istəyirəm, səhv baxdım. Trayektoriya, funksional. Funksionaldır, elə biri dəyişəcəksən. Trayektoriya deyil, trayektoriyadır. Amma funksionaldır, funksional. Bildin? Elə birini dəyişəcəksən. Korifey, korifey düzdür. Katalizatordur, katalizator. Bildin? İki qalır. Ornamentdir, ornamentdir. Paravozdur, parovoz. Üçü dəyişəcəksən. Kolleksiya, kolleksiya düzdür. Pedagoji yox, pedagoji, peda. Bildin? Peda, pedalla yadda saxlayın. 4 düzdür. Kolori, kolorit. Kalori deyirik, kolorit deyirik. Bax, kalori, kolorit yazılır. Daha deyirik yox, yazırıq daha doğrusu. Kolorit yazırıq. Amma kalori yazırıq. Deməli 5-in də yerində işləyirsən. 1, 3, 5. Y variantı. Düzdür? Sonra. Parovoz. Sonra. Yazın o sözlərin hansını bilmirdisə. Məsələn, koloriti bilmirsə yazın. Nə bilim. Hansını bilmirsə yazın. Ornament. Trayektoriya. Funksional. Hansını bilmirsiniz yazın uşaqlar. Mən bilməm hansını bilmirsiniz. Pedagoji. Kalori. Zəhra hamısını bilir. Hamısını bilirsin. Onu işləyirəm burada. Özüm yazıram. Nə işləyirsən? Üstünü işləyirəm. Aha, sonra nə ediyorsun onu? Eşinirəm. Bu əzbərləmişəm bundan. Əzbərləmişəm. Açın. Öyle yazanda. Neynə, testi necə işləyirdin? Qoymuşdun qabağa Azdex oradan baxa. İndi yazanda yazam. Mən bunlar ki, sən hamısını yazmışım axı oyunla aynen. Yaxşı. Neçə? Çox şübhəli. Kino şünaslıq. Musiqi şünaslıq. Düzdür? Kino sahəsində çalışan mütəxəssis deməkdir. Kinoşünas olar. Tərkibində uzun tələffüz olan kinoşünaslıq olmaz. Yanlış fikirlərdir. Yox, özdə kinoşünas olsa mütəxəssis olar. Bax, tələbə. Düzdür, mütəxəssis. Tələbəlik. Tələbəlik artıq onu eləyir, elə bir mücərrədsin. Başa düşdün? Kinoşünas olsaydı düz olardı. Kinoşünaslıq səhv. Başa düşdün? Bir səhv. Səhvləri istəyir elə götürəcəksən. Tərkibində uzun tələffüz olunan sahib yoxdur. Kinoşünaslıq, bəli, yoxdur. Amma musiqi burada var. Düzdür? Ona görə iki düzdür. Doğrudur yazıram üstünə, yəni götürməyəcəksən. Tərkibindəki bütün şəkilçilər ahəng qanuna uyğun olaraq dəyişə bilər. Kinoşünas. Şünas şəkilçi ahəng qanuna birincisi özü tabi olmur axı. Bir dənə incə var, bir dənə qalın. Düzdür? Bu bir hecaldır. 3 ümumiyyətlə avtomatik səhv. 3-ü götürdüm, bildin? Tələffüzündə iki fərqli məqam var. Musiqi şünaslığı, kinoşünaslığı. Bəli, bu doğrudur. Düzdür? Dıxı hər ikisi olur. Tərkibində bütün qapalı saytlar işlənmişdir. Tərkibində bütün qapalı saytlar işlənibmi? Qapalı saytlar hansılardır? O, U, Ö, Ü. Yox, hayır. Qapalı saytlar. I, I, U, Ü. I, U, qapalı saytlar bunlardır. Hə, musiqi, U var, I var, Ü var. Nə yoxdur burada? U var. Ü var, I var, I var. Var da, düzdür. Tərkibində bütün qapalı saytlar işlənmişdir. Bu düzdür, bu doğrudur. Bunu götürməliyəm. İncəsənət sayısına aid sözdür. Musiqişünaslıq, bəli. Amma kinoşünaslıq da incəsənətə aid daxil. Ona görə səhvdir. Başa düşdün? Deməli, altında götürəcəksən yanlışdır. 1, 3, 6 cavab olacaq B variantı.
Bildiniz? Bəli. İndi bir dənə nə deyirdim sizə yadımdan çıxdı. Nəysə deyirdim yadımdan çıxdı. Nəysə, yadımdan çıxdı. Zəhra sən günlük keçən ana hamısını yazıb öyrənmisən də. Mən gəlmir, tapşırma. Sən belə işlər görəndə mənim gözlərim yaşarır. İmtahan dəftərində göstər görüm. Deyirəm, vergi yazmışdım. Tapşırma ataram bir var. Bu dəqiqə ağzımdan çıxdı o söz. Eşitmədim. Hə, bağışlayın. Sonra 15. qapaz gələcəkdi başıma. Neçə? 15. 15-ə qədər yoxdur. Professorları. Nümunələrin birində yer zərfi feili sifətə aiddir. Yer zərfi deyir. Baxın, nə demişdim? Sonradan dil uzanıb. Zərf Zərf. birincidir, nitq hissəsidir. Zərflik ikincidir, cümlə özüdür. Bildiniz? Bax, bunu qarışdırmayın. Ha. Bu çox önəmlidir ya. Yer zərfi feili sifətə aiddir. Zərf, nitq hissəsi. Aşağıdakı varsa o söz nədir? Sifətdir. Bu getdi. Otaqda hayşusan adamlar çək. Başqa burada zərf yoxdur zaten. Başa düşdün? Daha cümlə üzrünü axtarmırsan, nitq hissəsi axtarırsan. Meşəni yandıran şəxslərin məsuliyyəti cəlb etdilər. Zərf yoxdur burada. Meşə isimdir. Meşə isimdir. Bax, meşə. Mən meşə deyəndə sən konkret olaraq hansısa bir ərazinin adıdır meşə. Zərflər üçün nə demişdim? Sağ, sol, aşağı, yuxarı, içəri, arxa, qabaq, yuxarı. Zərf bunlardır, məhduddur. Amma meşə, ev, pilləkan bunlar isimdir. Sən zərfi keçməmişdən qabaq, aşağı siniflərdə meşə deyəndə ağlına nə gəlirdi? İsim gəlirdi. Niyə zərf keçəndən sonra götürüb onu zərf edirsən? Getdi. O ürəyindən keçən sözləri dilinə gətirmədən yuxarı qalxdı. Ürəyindən keçən sözləri dilinə gətirmədən yuxarı bəli zərfdir. Amma nəyə aiddir? Qalxdı. Qalxdı nədir? Feilin xəbər şəkli. Keçmiş zaman. Dağların zirvəsində ağaran qar. Dağların zirvəsi. Zirvə nədir? Nədir? Zirvə nədir? Hansı nitq hissəsidir? Hə. Ağaran qar günəşin şəfəqləri altında bərq vururdu. Günəşin şəfəqləri də nədir? Bu da isimdir. Yəni söz birləşməsi yaradıb daha doğrusu orada. İçəri daxil olaq. Bax, içəri olu zər. Daxil olmaq da mürəkkəb feil sifət. Daxil olmaq bir mürəkkəb söz yaradıraq. Daxil olmaq bir dənə söz. Feil sifətdir. Düzdür? İçəri də nədir? Zərfdir. Gördün necə işləyirik? Zərflik yox. Zərf axtarmalısan və isimlə zərfi qarışdırmamalısan. Yer zərfləri aşağı, yuxarı, sağ, sol, içəri. Bunlar da başa düşdün. Sonra İri gəlmişkən içəri düzəltmə sözdür. İçdən yaranır. İçəri, bəli. Sonra 17. Hı? 17. 17. Niyyətim ali məktəbə qəbul olmaqdır. Cümləsinin xəbəri ilə bağlı Sen şu nədir? düzəltmə. Bilim nədən yazılır? İçdən. İç, əri. Şəkil çalışdı. Əridir, iç, əri. Əlif tördü. Bəli. Niyyətim ali məktəbə qəbul olmaqdır cümləsinin xəbəri orada, burada sadə sözdür amma oradan yaranır. Orada, burada sadə. Orada. Bəli, onlar sadə. Bildiniz? Hə. Niyyətim ali məktəbə. Bu cümləni mən sizə yazmışam. Bu cümləni imunla yazmışam. Ha, hətta izah edəndə. Bax bu cümləni. Niyyətim, arzum yazmışdım. Arzum ali məktəbə qəbul olmaqdır xəbərində. Bunu nə üçün izah eləmişdim sizə? Nə üçün sizə? Olmaz. Maq məsələsi üçün izah eləmişdim ki, maq gördüyünüz anda fikirləşməyin ki, o deməli feili xəbər. Maq məsdər feil sifət ismi xəbər olur. Zəhra nə olur məsdər feil sifət? İsmi xəbər olur. Feili bağlama nə xəbər olur? Yox. İsmi xəbər. Hamısı. 10 dəstə hər dəfə deyirəm, hər dəfə saçırsınız. Ay bala, feili bağlama xəbər olmur. Ancaq zərf Feli olur. bağlamaq. Hə. Hə. Evet. Feili bağlama xəbər olmur. Niyyətim ali məktəbə qəbul olmaqdır. Nə demişdim? Ən önəmli məsələ. Əgər bizim xəbərimiz məsdər və feili sifətlə ifadə olunubsa, orada ancaq nə ola bilər? Baxın. Ali məktəbə demişdim, cümləni bu tərəfə fırladın. Ali məktəbə qəbul olmaq mənim niyyətimdir. Ali məktəbə qəbul olmaqdır. Nə niyyətim? Mübtəda xəbər və salam. Niyə? Çünki məsdər feil sifət nə edir? Tərkib yaradır. Düzdür? İndi bu cümlə belə olsaydı, ali məktəbə qəbul olmaq niyyətimdir. Düzdür? Nə deyəcəkdim? Niyyətimdir xəbər nə? Ali məktəbə qəbul olmaq. Düzdür? Ümumiyyətlə belə deyirəm də, məsdər feil sifət varsa, mübtəda xəbər axtarır orada. Mübtəda xəbərdir o cümlə. Mübtədanın qabağında bəlkə təyin zad ola bilər, o tərəfində. Ora qədər, mübtədaya qədər hamısı xəbərdir. Bildiniz? Çünki niyə? Belə fırladırsan, bunu gətirirsən bura, ali məktəbə qəbul olmaq mənim niyyətimdir. Bu bir cümlə özüdür, niyyətimdir.
Nə? Ali məktəbə qəbul olmaq. Görürsən bu bütöv bir cümlədir. Əslində məsdər bu tərəfdə olsa, siz onu rahatlıqla görürsüz də. Bilirsiniz ki, məsdər fe'l sifət tərkib yaradır. Cümlənin başına qədər gedirsiniz. Düzdür? İndi də gedin də, mübtədaya qədər gedirsiniz. Xəbərdir, düzdür? Məsdər fe'l sifət. Əgər məsdər fe'l sifət xəbərdirsə, bir də deyirəm, mübtədaya qədər gedirsiniz. Başa düşdünüz? Mübtədadan o tərəfə ola bilər indi mübtədanın təyini falan olsun. Başa düşdünüz? İsmi xəbərlidir. Məsdər fe'l sifət nə olur? İsmi xəbər olur. Məsdər fe'l sifət fe'li birləşmədir, yoxsa ismi birləşmə? İsmi bilir. Feyli. Allahım sən bana sabır. Təsviri təsvir formaları hansılardır? Məsəl Sət fe'li bağlama. Necə olur o ismi birləşmə olur? Fe'li birləşmədir. Ay uşaqlar, bunu mən sizə neçənci dəfə deyirəm. Fe'li birləşmədir də bunlar sadəcə olaraq ismi xəbər olur. Xəbər başqa bir şeydir. Birləşmə başqa bir şey. Bir dəqiqə bura. Yaxın gəlin bizə. Qulaq asın mənə. İsmi birləşmə növlərdir, təyini söz birləşmələrdir. Fe'li xəbər ancaq və ancaq fe'li şəkilləridir. Vəssalam. Bildim. Söz belə bir şey deyim. Söz birləşməsi heç vaxt fe'li xəbər ola bilməz. Heç vaxt fe'li xəbər ola bilməz. Hə? Nə dəyişdi şimdi? Bu söz birləşməsi də fe'li birləşmə. Fe'li xəbər ola bilməz. Frazoloji birləşmələrdə bir söz birləşməsi kimi baxmırıq da, bir dənə mürəkkəb söz kimi baxırıq, o heç. Nə dəyişdi? Fe'li birləşmə deyirəm. Birləşmə nə deməkdir? Söz birləşməsi. Söz birləşməsi fe'li xəbər olmur. Fe'li xəbər ancaq sözlə ifadə oluna bilər. Çünki ancaq fe'lin şəkilləri olur. Şəkilləri gəldi, getdi, yatdı, durdu, oturdu, oxuya bilmək, yaza bilmək bunlardır. Ya da frazoloji birləşmələr ola bilər. Məsələn, deyirəm ki, gözünün acısını aldı. Amma yenə də o da sözdür. Başa düşdünüz? Fe'li xəbər sözlə. Sizə o qayda kimi bəlkə düşməz fe'li xəbər ancaq sözlə ifadə olunur. Amma bunu bilsəniz, biləcəksiniz ki, fe'li birləşmə ismi xəbərdir. Birləşmə varsa ismi xəbərdir. Bildiniz? İndi ali məktəbə qəbul olmaq. Bu nədir? O boyda söz birləşməsi var orada. Nə xəbər olacaq? İsmi xəbər. Amma fe'li sifət, məsdər fe'li bağlama nə söz birləşməsidir? Fe'li birləşmədir. Çünki məsdər fe'li birləşməlidir. O zaten. Bildiniz nə qədər qaldırıb sual üstündə. İfadə vasitəsinin əsas tərəfi. Əsas tərəfi frazoloji birləşmədir. Xəbərin, yəni ifadə vasitəsinin. Ali məktəbə qəbul olmaq. Ali məktəbə qəbul olmaq da bunun əsas tərəfi. Düzdür? Biz qəbul olmağa frazoloji birləşmə deyilməliyik. Olmaq, etmək bilmir, frazoloji birləşmə yaratmır. Düzdür? 2 səhv. Bugün paylaşdıq. Bəli. Nitq hissəsi ilə ifadə olunub. Niyə? Nitq hissəsi ilə ifadə olunub. Xeyr. Söz birləşməsi ilə ifadə olunub. Düzdür? Söz birləşməsində nə olur? İsmi xəbər olur. Uzlaşma əlaqəsinin tərəf kimi çıxış edir. Bəli. Mübtəda xəbər nə əlaqəsi yaradır? Uzlaşma əlaqəsi yaradır. Bu da səhv bildim. Bildin? Cavab. Aydın oldu. Sonra. Sırlarımızı bilərlər. İstəmirlər, paxıldılar. Hə. 19. Qrammatik normal pozulduğu, mübtədası buraxılmış, müəyyən şəxs cümlə hansıdır? Beyniniz qarışmasın. Yadda saxlayın. Ən asan suallar, ən uzun suallar. Həmişə. Nə edirsiniz? Tələsmədən, hissə isə. Ən asanından başlar. Ən asanından. Müəyyən şəxsi cümləni bilirsən də mübtəda olmalıdır. Gəl bax. Üzüdüm karvanımdan, əl üzdüm xanimamdan. Üzüdüm ki, mən. Düzdür? Mən deyə bilirəm də. Mən birinci şəxs həmişə nə demişəm? Birinci şəxs həmişə müəyyən şəxsdir. Mübtəda olsa da müəyyəndir, olmasa da müəyyəndir. Birinci şəxsin istisnası yoxdur. Bildin? Bu müəyyən şəxs cümlədir. Sabahki tədbirə dəvət olunmuşuq. Kim biz? Birinci şəxsin təki də cəmdə müəyyən şəxs cümlədir. Gözəl adətlərə rast gəlirsən Azərbaycan bölgələrində. Bir də mən rast gəlirəm. Yoxsa hamı rast gəlir? Bəli, sən varsa müəyyən olar da. Amma sən yoxdursa nə olur? Birinci şəxs cümlədir. Sevil, burada çətinlik var. Xeyr. Bax, sən yoxdursa... Burada sən mübtəda olaraq yoxdur. Sən mübtəda bax. Əgər yazılsaydı sən gözəl adətlərə rast gəlirsən, Azərbaycan bölgələrində gözəl adətlər. Bu olardı müəyyən şəxs cümlə. Mübtəda varsa, istisnasız müəyyən. İstisnasız. Bax, bir də deyirəm, istisnasız. Mübtəda yoxdursa sən sorğu-sual eləyə bilərsən. 2-ni bir də 3-ü. 1-i eləyə bilməzsən. Çünki 1 istisnasız müəyyən şəxs cümlədir. Başa düşdün? 2 ilə 3-ü izah edirsən. Nəysə, sən yoxdursa bu ümumi şəxs cümlədir. Çünki hamı rast gəlir. Təkcə sən deyə bilməzsən bura. Bildin? Doymayır, ayrılmayır bir an Xəzərdən gözlərim. Bax, doymur nə? Gözlərim, müəyyən şəxs cümlədir. Geyib əskər paltarını, silahlandı qəhrəman. Var da, gözlərim. Gözlərim doymur. Var da müəyyən şəxs cümlədir. Amma deyir ki, mübtədası buraxılmış olsun.
Hə, onu da deyir. İndi baxacağam ora. Məhəllə müəyyənlərini müəyyənləşdirirəm. Geyib əsgər paltarını silahlandı qəhrəman. Qəhrəman silahlandı. Düzdür? Bunda mübtədası var. Bunlar müəyyəndir. Düzdür? İndi gəlirəm ikinci hissəyə. Mübtədası buraxılmış deyir. Düzdür? Silahlandı kim? Qəhrəman. Buraxılıb. Buraxılıb. Xeyr. Getdi. Düzdür? Doymayır nə? Gözləri. Gözlərim. Buraxılıb. Yox. Gözləri sən gəlirsən. Bu nə idi? Ümumi şəxs cümləsi idi. Get. Görürsüz necə asandır? Üzüldüm karvanımdan, ər üzüm xanımanımdan. Mübtəda var. Mən var burada. Xeyr. Yoxdur. Sabahki tədbirə dəvət olmuşuq. Biz var burada. Xeyr. Yoxdur. İndi gəlirik bir dənə qaldı bizə. Nə? Qrammatik norma hansında pozulub? Düzdür? Baxıram. Sabahki tədbirə dəvət olmuşuq. Burada not bax. Xanimanımdan əl üzdüm. İnversiya var burada. Düzdür? Qrammatik normanın pozulduğu ad. Başa düşdün? Bir getməlisiniz. Bir. Sən əgər A variantında başlayıb üçünü də axtarsan, beynin kaşamalar olacaq. Birinci tap müəyyən şəxsidir. İkinci tap mübtədası olmayanda, üçüncü tap qram. Ümumiyyətlə pilləli sualları pillə-pillə həll edin. Siz də professor deyilsiniz ki, üçünü birdən tapasınız. Mən özüm hələ də pillə-pillə həll edirəm. Bildiniz nə demək istəyirəm söz? Sizin üçün pillə-pillə edirəm ki, yəni o gedişatı mən testi izah edəndə testi izah edirəm ki, sanki siz onu oxuyursunuz. Siz necə eləməlisinizsə mən onu göstərirəm. Ona görə testi izahını həmişə deyirəm ki, hətta düzünüzə də diqqətlə qulaq asın. Çünki yolu öyrənmişsiniz. C'də də norma pozulmuyor. C'də pozulub zaten C-ni atmışdıq da, çünki bizə müəyyən şəxs cümlə istəyirdi, ümumi şəxs cümlə. Ona görə. Sonra 20. 20. Bağlayıcılı tabesiz mürəkkəb cümlə hansıdır? Bağlayıcılı tabesiz, bax, yenə də. Sən birinci nəyi tapmalısan? Bağlayıcı olsun. A-da var. Kəsilmədi, səs-küyə böldü. B-də bağlayıcı varmı? Var B-də bağlayıcı. Aradan keçmədi, səs-küyə böldü. Yox, B-ni atdım, getdi. Dostlar da gəldilər, ancaq nədənsə onları qarşılayıb burada saxlayıram. Yer mənimdir, əlbəttə ki, vermirəm. D-də bağlayıcı var. Əlbəttə nədir modal sözdür. Düzdür? Düzdür, atdım. Bu üsul ilə nə qədər şər satmışam, özüm hesabını itirmişəm. Bu üsulla və nə qədər şər satmışam. Qoşmadı. Gördün? 3 dənə variant getdi. Başa düşürsən necə tapırıq? İndi baxacağım da, aynen C qalır. Bura qədər başa düşdüm, bağlayıcısızları atdım birinci. Düzdür? İndi bağlayıcılı tabesiz mürəkkəb cümlə deyir. Dostlar da gəldilər, ancaq nədənsə onları qarşılayan olmadı. Bax. Biri deyir ki, yaz gəlir, torpağı istidir və torpağı istidir. Bax, gəlir nə? Yaz. Torpağı istidir. Nəyi? Torpaq. Nə? Yenə yaz. Olsaydı torpaq isinir, o olardı mürəkkəb. Torpağı istidir, yenə nə? Yaz. Düzdür? Sadə cümlədir. Bu da gəlir. Başa düşürəm, necə tapdıq? Dostlar da gəldilər. Gəldilər kim? Dostları. Düzdür? Ancaq amma nə əvəzləyirsənsə nədir? Bağlayıcıdır. Düzdür? Onları qarşılayan olmadı. Bax, olmadı nə mənasındadır burada? Yəni qarşılayan yoxdur da, var deyil, var olmadı. Mən nə demişdim? Olmaq, etmək, bilmək sözləri var olmaq mənası verirsə, orada nə olur? Müstəqil xəbər. Olmadı kim? Qarşılayan. Mübtədadır. Bax, bir də deyirəm. Onları qarşılayan olmadı. Yəni qarşılamağa gəlmədilər. Yəni qarşılayan yoxdur. Belə deyək də, yoxdur ilə də əvəz edə bilirsənsə, var, təsdiqdə olsaydı var nə? Məsələn, onları qarşılayan oldu. Yəni onları qarşılayan var. Bunu deyə bilirsən axı, müstəqil bir sözlə əvəz edə bilirsən də, bu olur müstəqil xəbər. Başa düşdün? Və qarşılayan da mübtədadır. Bir də yadda saxlayın. Maq plus olmaq, maq plus olmaq. Məsələn, deyirəm ki, oxumaq oldu, oxumaq olmadı. Bunlar bütün xəbər. Burada daha önce baxmırsan. Var mənasında. O net bu. Bir qıldım. Yox, ümumiyyətlə, maq müstəqil xəbər mənasını verirəm. Olmaq, etmək, bilməyi yoxla vardan əvəz eləmirsən. Əgər maq plus olmaqdırsa, məsələn, istəmək olmaz. Məsələn, ümumiyyətlə, maq plus olmağa ayırmır. O bütün xəbər olur. Bildin? Sonra. Bəli, diqqət tələb edən suallardır. Amma qəbuldur da, yəni belə də olmalıdır. Sonra, blokdur bu, buraxılış deyil. Neçə? 25'te 21 düzdür. Zəhra 22, Düzdür. 23, Düzdür. professor 24, Düzdür. 25. 25'te. Ədatlarla bağlı doğru ki. 25'e ben üç yazmamışım. Başqa nitqisi qalanlar düzdür. Evet. Bir qismi söz cümlə kimi çıxış edə bilər. A. Bəli, xeyr, yox, heç. Üç yazmamışım. Hədə. Ədat deyil, bəli, xeyr, yox, heç. Ha, Təsvir və inkar 23 ədatları olur da. Neçəyə baxırsan? 23'e bakdım. 25'te. 23-də 3 yazansan. Yo 25'te. 25-də üst düzü də söz cümlə ola bilir, bəzi modal sözlər. Əlbəttə, hə.
Bəzi ədatlar, bəli, hə, xeyr, yox. Bilir. Böyle, Yox. bir də bəzində alır. Sonra başqa səhv yoxdur, 5 sonra. Bir dənə də səhv olsa mı? Benim cavab 2, nədir? 4, 5. 2, 4, 5, 4 yazmamışam. 4'ü yazmamışsan. Baxaq. Sanki heç vaxt ölməyəcəksən. Deyir ki, böyük işlər görmək üçün elə yaşamalısan ki, sanki heç vaxt ölməyəcəksən. Bizdən nə istəyir Böyük burada? iş Baş və budaq şahsi cümlələrə aid yanlış fikirləri müəyyən edilir. Məqsəd zəhli. Bir dənə 4 yazmamısan. Səndə düzdür? 4-ə baxın. Vergül şərsi buraxılmışdır. Böyük işlər yanlış. Sanki də axı vergül olmur. Güya sanki elə bil. Yanlış. 4'ü götürəcəksən, yanlış. Ümumiyyətlə, bənzətmə bildirən modal sözlər sanki güya elə bil də vergül olmur. Başa düşdün? Yanlışdır, vergül yoxdur. Sonra 28. İndi qulaq as mənə. Həm də hər şey bir yana. Bu cümlənin ardıdır, düzdür? Vergül sonra təzədən vergül. 2 dənə vergül olar yəni. Necə? Hansı cümlə var? Hə, tamam, heç nə. Elə bildim bura istəyirdim Yo, mən. yo. Hə, bu ox işarəsi kimi qoyulsun. Hə. Yo, elə bildim deyir dairə olan yerə vergül qoyun. Hə. Yox. Nəysə, sankidən sonra da vergül olmayacaq. Sanki sonra vergül olmayacaq. Sankidən sonra da olmayacaq. Çünki sanki gör elə bildə vergül olmur. Sual səhv gördüm. 27 varmı? Xeyr. Başa düşmüsən 28. ümumi şəxsinə, şəxsinə. Bax, bir dənə də deyirəm. Birinci şəxsdə istənilən halda mübtəda olsa da olmasa da müəyyən şəxsidir. Amma 2 ilə 3-də sən mübtəda varsa müəyyəndir, yoxdursa onu yoxlamalısan ki, üçüncü şəxsin cəmindədirsə qeyri-müəyyən ola bilər. İkinci şəxsin təkindədirsə ümumi də ola bilər. Başa düşürsən? Onu yoxlamalısan, onu da uzun uzadı danışmışıq. Var mı açıqlarda? 8. Oxuyaq. 8. Fikir. 28. Hə də hə, açıqdır da. Yəni də situasiyada. Hə. Mətnin cədvəlində fikirləri təsdiq edən faktları yazın. Xortumlu soxulcan yırtıcıdır. Fikri təsdiq edən. Nə yazmısınız? Bir. Yazma. Buyur. Təhlükə ilə üzləşəndə qoxulmayı ifraz edir və xortumu ilə xərçəng tutur. Yırtıcı olması. Yırtıcı olmaq üçün təsdiq edən fakt istəyir səndən. Nə yazacaqdım gördüm onu. Bir dəqiqə. Maraqlıdır ki, planetimizdə ən uzun heyvanların əksəriyyəti dənizdə yaşayır. Amerikanın məşhur jurnallarından biri məktəblər arasında sorğu keçirib dünyanın ən uzun heyvanı hansıdır sualına 3 cavab variantı təklif olunub. Suallara bir baxın. Məktəblər öz seçimlərini yanılmışdılar. Bir çox uzun heyvanlar suda yaşayır. Xortumlu soxulcan sadə maraqlı yolla çoxalır. Bax, planetimizdə ən uzun heyvanların əksəriyyəti dənizdə yaşayır. Bir çox uzun heyvanlar suda yaşayır. Bu cümləni təsdiq edən fakt. Bunu 3'ü yazacaqsan, bunu yazacaqsan 3'ə. Planetimizdə ən uzun heyvanların əksəriyyəti dənizdə yaşayır. Bunu yazacaqsan bura. Bildiniz? 3'ün qabağında. Sonra dünyanın ən uzun heyvanı hansıdır sualına 3 cavab verən variant təklif olunur. Mavi balina, meduza, bir də xortumlu soxul. Bir dəqiqə. Xortumlu soxulcan. Məktəblərin çoxu balina, bəzi isə meduza variantına, yəni üstünlük veriblər. Halbuki xortumlu soxulcan mavi balinadır. 2 dəfə meduzadan təxminən 1,6 dəfə uzun olur. Onun uzunluğu bəzi hallarda 60 metrə çatır. Təsəvvür edin ki, bu futbol meydançasının yarısından çoxuna bərabər, yarıdan çoxuna bərabərdir. Xortumlu soxulcan dəniz və okeanlarda olur, yəni yaşayır. Yəqin bunları demək istəyir. Alimlər onun təxminən 5 milyon il yaşadığını güman edirlər. Oha. Xortumlu soxulcanın belə uzun ömürlüyü onun güclü müdafiə sisteminə malik olması ilə bağlıdır. Təhlükə ilə üzləşəndə bu kəskin qoxulu yapışqan maye ifraz edir. Bu yapışqan düşdüyü yerdən qoparmaq həddən artıq çətindir. Həmin mayədən insanın əlinə bir damcı düşsə, o bu qoxudan aylarla özünə gələ bilməz. Bu soxulcan zəhərli qarmaqcıqları olan xortumu ilə xərçəngləri tutur. Buradan görürük də yırtıcıdır. Deyir ki, zəhərli qarmaqcıqları olan xortumu ilə xərçəngi tutur. Bu cümlə yazırsınız, yırtıcıdır da. Xərçəngi tutur. Düzdür? Onu da yazmış olmuşsun. Məktəblər öz seçimində yanılmışlar. Bunu hardan gördük? Deyir ki, çoxsu, bax, deyir ki, mavi balina və meduza, xortumlu soxulcan. Bunları veriblər. Çoxu nə yazıb? Xortumlu soxulcan, mavi balina. Deyir ki, məktəblərin çoxu balina, bəziləri isə meduza variantına üstünlük veriblər. Düzdür? Amma halbuki xortumlu soxulcan ondan 2 dəfə daha uzun idi meduzadan. Düzdür? Və bu onların yanlışı idi. Bura bunu yazırsan, cümləni olduğu kimi fakta köçürmüşsünüz demişəm də mən sizə. Məktəblərin çoxu, nə bilim, soxulcanı yazmışdı, halbuki nə bilim, xortumlu soxulcan daha uzun idi. Belə bir cümləni onu köçürtürsünüz. Xortumlu soxulcan sadə və maraqlı yolla çoxalır. Baxaq. Asanlıqla bədəni kiçik hissələrə bölə bilir və yeni soxulcan yaranır. Bunu da yazırsınız bura. Çox sadə sualdır. Cümlələri köçürtməsiz Mən qabağa. yazmışam. Düzüydü yazdılar. Zəhra düzüydü yazdı. Sözümü yazmamışam. Niyə Zəhra? Benzin faktını tapmadım.
Birincini tapmadan 2 3 4-ü yazmadan. Sən axırıncı dəfə olsun situatsiyaları yazmışsan. Bax sən Yazmışam. xəbərdarlıq edirəm. Yazmışam. Elə hamısında bir dənə 2 dənə təxirə Üç salırsan. dənə də Tənbəllik var. edirsən oxumağa. Tənbəllik edirsən deyirəm. Mən bilirəm sən bilirsən. Tənbəlliyindən yazmırsan. Dəş izah eləyər də. Neyse. Mətndəki boş xananın yeri, o birisi düz idi. Sən bayaq ədəbiyyatda da ən sadə sual yazmamışsın. Tənbəlliyində yazmırsan. Mətndəki boş xanaların yerinə uyğun olan məcazi mənalı ifadələr yazın. Bir dənə yazmısın. yazmışam. Maraq sal. Meduza variantlı üslublar nədir? Üstünlük veriblər ona. Maraq sal. Üslublar nədir? Bura Bakı şəhəri, Bakı şəhərində üstünlük. Üstünlük veriblər. Nəyəsə üstünlük verərsən, o səhvdir. Maraq sal. Yox, maraq salmaqda nədir? Meduza variantına maraq salırlar. Varianta üstünlük verərlər. Deyirəm ki, uşaqların çoxu A variantına üstünlük verir. Elə də bilir. Maraq saldı. Uşaqların çoxu A variantına maraq salır. Hə? Elə variant olar, elə cavab olar. Asanlaşdırın da onu özünüz üçün. Uşaqların çoxu bu seçimi eləyib də. Yəni bura A variantına meyilləri. O sənin şəxsi həyatınla bağlı bir şey deyil. Desən ki, uşaqların çoxu hüquqa maraq salır, bu olar. Variant da ABC'dir. Burada nə maraq? Meduza ilə soxulcada nə maraq? Üstünü verərlər də. O maraq sənin şəxsi həyatınla bağlı ola bilər qızım. Hüquqa maraq sala bilərsən. Zoologiyaya maraq sala bilərsən. Meduzaya maraq sala bilərsən. Daha ki bilmirəm sən hansı dildə onu çatdırım ki nə. Xortumlu saxulcan dəniz və okeanlarda nə edir? Məskən salıb olar, həyat sürür olar. Həyat sürürlər. Əslində həyat sürür daha yaxşıdır. Yaşlılar olması Bəli, o saat onda frazoloji da bir yana məcazi istəyir. Demir ümumən frazoloji olsun. Amma yaşamağa həqiqi də məcazi həyat sürməyə. Allah da. Nə yadınıza düşdü yenə? Hə, xortum, hə? Yavr oldu. Harda? Heç nə olmaz. Gələcək nəsillər faydalanacaq. Xortumlu soxulcan kəskin qoxulu yapışqan maye ifraz edir. Səbəbi nə idi? Təhlükə ilə üzləşmə. Təhlükə ilə üzləşmə. Nəticədə nə Özünü olur? müdafiə edir. Bitti mi? Bəli. Bitti. O şey deyildi. Bitti mi? Bitti ya. Bitti. Bitti yəni. Hər birinizə uğurlar. Sağ olun.